Burada sıçanlar. Güzel keçer ad günüm. Videoya geçmeden önce kanalıma abone olun ve destek olun. Her birinize önceden teşekkürler. Hoş seyirler. Tamam, herkese New York Part 2 vloguma hoş gelmişsiniz. Eğer önceki Part 1'e baxmamısınızsa mütləq orada bir göz atın. Çox maraqlı məlumatlar vermişəm. Sabahınız xeyir dostlar. Biz ayandıq, hazırlaşdıq və indi gedirik zavtrak üçün bir yer tapmağa. Otelimiz Times Square-da yerləşir. Elə oteldən çıxdıqdan sonra yaxınlıqda razılıqla yer tapmaq olur. İndi görək biz orada bir yer axtarırıq. Neyini şərşən Miroş? Miroş. Bugün birinci gündür, insanlar daha çoxdur. Məncə işlə əlaqəli, tam artı işə gedir. Paris Spaghetti adlanan bir yerə gəldik. Ve biz bir neçə ədəd belə sandviç götürdük, hot dog götürdük, saysikalı kruasan vesaire ve 2 ədəd də kofe götürdük. Ümumilikdə bunlara $32 ödəniş etdik. Daha önceki vlogda da yəqin ki görmüşsünüz mağazadan alışverişimizi. Ümumiyyətlə New York'da demək olar ki hər şey çox bahadır. Eyni şəkildə transportda, xüsusilə taksi ilə əlbəttə ki gedəcəyiniz yerin məsafəsindən asılı olaraq qiymət dəyişilir. Ancaq adətən $15-25 başlayır və artaraq da gedir. Eyni şəkildə restoranlarda oturduğunuz zaman da yediyiniz yeməyin, yəni ümumi məbləğinin 15-20%-ni də üzərinə bəxşiş olaraq verməlisiniz. Biz aldıqlarımızı götürdük. İndi belə bir parkda oturmağa qərar aldıq. Həm təmiz hava almış olarıq, həm də aldıqlarımızı rahatlıqla yeyə bilərik. Və əlbəttə ki quşları yemləməyi də unutmadıq. Yemeğimizi yedik. Şimdi Summit Vanderbilt'e gidecek. Online Get Your Guide'dan bilet almışık. Saat 9:30 için. 2 nəfər üçün uşaqlara 5 yaşdan aşağı ödəniş ehtiyac yoxdur. 2 nəfərə sərf etmirəmsə €79 ödədik. Burada desk kino çəkilişi olur. Ona görə icazə vermədilər keçməyə. Ve biz gəzərək tam planladığımız vaxta da gəldik, Vanderbilt binasına çatdıq. İndi yuxarıda observation deck var, oraya qalxacağıq. Həqiqətən də çox gözəl bir mənzərə açılır. It was our opportunity to put our mark on the skyline. Yuxarıya qalxmadan öncə belə binanın necə hazırlandığı, illər ərzində özünü, ətrafının necə dəyişildiyi barəsində məlumatlandırıcı bir video var. Sonrasında isə belə bir security control var. Mən heç vaxt inanırsınız belə bir yoxlanış üsulu görməmişdim. Mənə çox maraqlı gəldi. Ona görə sizinlə də bölüşmək istədim. Sonrasında isə belə qaranlıq tunel kimi yerlərdən keçirik. Elə bil həqiqətən də qorxu filmində idik və lift də eyni şəkildə çox maraqlı idi. Bir neçə saniyə içərisində yuxarıya belə çatdıq və sizi bura bu gözəl baş-başa buraxıram. Həqiqətən çox insan var idi, biraz qarışıqlıq idi. Ancaq ki, yenə də çox gözəl mənzərələr açılır. Burada hamı demək olar ki, məşhur Empire State binasına açılan mənzərədə şəkil çəkdir. Əlbəttə ki, mən də çəkdirdim. Buraya da şəkli yerləşdirdim. Sizə tövsiyəm odur ki, buraya sunset zamanı gəlin. Çünki onda çox daha gözəl görsənəcəkdir. Həm də gördüyünüz kimi burada yuxarı aşağı şüşəli olduğu üçün işıqlar əks olunur və çox gözəl görsənir. Biz sadəcə başqa bir yerdə rezervasiyamız olduğu üçün gündüz vaxtı gəlməyə qərarı aldıq. Bundan əlavə sizə kiçik bir tövsiyəm də olardı ki, buraya əsla yubka geyinməyin. Çünki mən ağılsızlıq edib yubka geyinmişdim və həqiqətən də çox narahat idi. Vanderbilt'ten çıktıktan sonra geldik Madison Square Parkı'na. Burada da böyle heyvanlar çok bir yer var. Göstermek istedim.
New Yorka mən ta kiçik yaşlarımdan gəlmək istəyirdim. Əlbəttə ki, xarici kinolara baxırdım, görürdüm və həmişə bunun xəyalını qururdum. Onu deyim ki, tam səmimi olaraq New York gözlədiyimdən belə üstün oldu. Əlbəttə ki, burada yaşamaram, çünki çox xaotik bir yerdir. Ancaq belə tətil üçün gəlmək, gəzmək, görmək əlbəttə ki, bir daha yenə istəyərəm. New York'da digər bəyəndiyim ən gözəl şeylərdən biri isə hər yerdə çox yaşıllığın olmağı, parkların olmağı, xüsusən də yay aylarında istirahət etmək üçün həddən artıq çox park var. Düşünürəm ki, bu çox gözəl bir şəhər salma prinsipidir. Biraz otelde istirahət etdikdən sonra, rəyimizi dəyişdikdən sonra indi gedirik metro ilə World Trade Center'a. Biz ilk gəldiyimiz gün belə metro kartı almışdıq. Ümumilikdə səhv etməmsə $1 ödədik və ona hər dəfəsində pul ödəyib, refill edib, yenidən başqa yerlərə getmək olur. Ödənişi həm cash, həm də həm də şəkildə, həm də kartla ödəmək mümkündür. New York metroları bildiyiniz kimi dünya üzrə öz qəribəlikləri ilə çox məşhurdur. Çox təəssüf ki, bizim qarşımıza belə bir qəribəlik çıxmadı. Ancaq növbəti kadrlarda deyəcəm tam olaraq qarşımıza nə çıxdı. Metro burada həddən artıq çox səs-küylü olur. Və hər tərəfdə siçanlar. Hərçənd indi yoxdur, amma normada olur. Kardeş yiyeceğim böyle. Biz metro ilə növbəti görmək istədiyimiz lokasiyaya gəlib çatdıq. Bura Oculus World Trade Center adlanır. Bura həm shopping malldur, həm də dünyanın ən bahalı metro stansiyasıdır. Həqiqətən də içəri çox işıqlı, çox gözəl görsənirdi. Belə futuristik bir ab-havası var idi. Ümumilikdə bu tikintinin qiyməti isə $4 milyard dəyərindədir. Bu futuristik binanın çöldən görüntüsünü də sizə göstərmək istədim. Həqiqətən də çox maraqlı görsənir. Bu isə New York'un ən hündür binasıdır. Ümumilikdə 541 metr hündürlüyündə və 104 mərtəbədən ibarətdir. World Trade Center adlanır. Bu bina köhnə Trade Center mərkəzi olan Twin Towers'ın əvəzinə inşa edilibdir. Twin Towers'ın yerinə isə belə divarlardan aşağı axan iki böyük xatirə hovuzu düzəldilibdir və kənarlarında da 11 sentyabr hadisələri zamanı həyatını itirən insanların adları qeyd olunub. İndi metro ilə gəldik 5-ci avenuya. Buradan da Top of the Rock qalxacağıq. Orada Empire State Building'ə çox gözəl mənzərə açılır. Həm də sunset vaxtı üçün rezerv eləmişik. 2 nəfər üçün 5 yaşına aşağı yaşında uşaqlara da ödənişə ehtiyac yoxdur. Ümumilikdə səhv etmirəmsə 92 euro ödədik. Belə. Görək indi necə olacaq. Və Rockefeller Plaza'ya gəldik. İndi içəri girib yuxarı qalxacaq. Burada Vanderbilt binasından fərqli olaraq çox uzun müddət sırada gözləmədik. Eyni zamanda da xüsusi bir yoxlanış da yox idi.
Mən gün batımı üçün xüsusi olaraq bu observation deck'i seçdim. Çünki açıq havada idi. Həmçində Empire State Building-ə ən yaxından və ən gözəl açılan mənzərə idi. Ancaq təəssüf ki, biz gün batımı vaxtına rezervasiya etsək də həddən artıq çox insan gəlmişdi. Artıq Empire State Building tərəfdə ümumiyyətlə boş yer yox idi. Demək olar ki, orada heç bir şəkil çəkdirə bilmədim. Sizə tövsiyəm odur ki, gəlsəniz mütləq bir neçə saat öncədən gələsiniz və gün batımını orada gözləyib rahatlıqla şəkil və video çəkdirə bilərsiniz. Mira, bura bax. Mira, şıxlarsan, olmaz. Mira, bura bax. Buradan həqiqətən də elə gözəl mənzərə açılırdı ki, həqiqətən mən çox bəyəndim və düşünürəm ki, verilən pula dəyər. Ümid edirəm siz də baxmaqdan zövq alarsınız. Mütləq rəylərdə fikirlərinizi yazın. Sizcə 94 evroya bu mənzərə dəyərmi, dəyməzmi? Selamlar dostlar, bugün New York'da 3. günümüzdür. Uyandık, yine hazırlaştık. Səhər zavtraq üçün yer axtaracağıq. Bugün mənim ad günümdür. Ona görə Brooklyn tərəflərə gedəcəyik. Həm Brooklyn Bridge-i görəcəyik, həm də sonrasında Manhattan'a gəlməliyik. Və helikopter turu olacaq. Ümid edirəm, planladığım qədər maraqlı və gözəl keçər ad günüm. Belə. Biz böyle bir şey sipariş ettik. 3 tane. Ve qara çay sipariş etdik. Ümumilikdə 34 dolar. Yeməyimizi yedikdən sonra metro ilə Wall Street'ə doğru yola düşürük. Burada Charging Bull adlı heykəli görmək istəyirik. Bu heykəl ümumiyyətlə Wall Street'in həm simvoludur, həm də turistlər arasında olduqca məşhurdur. Metroda artıq 3-cü dəfə istifadə edirik. Hər dəfəsində fərqli olur. Bəziləri təmiz olur, bəziləri ciddi. Və bu da Wall Street'in o məşhur Charging Bull heykəli. Deyilənə görə bu heykəlin xayalarına əl vurduğunuzda bu sizə uğur, pul və şans gətirir. Gördüyünüz kimi orada nə qədər insan dayanıb ki, sırf bu heykəlin xayalarına toxunsun və şəkil çəkdirsin. Ve yine de gezerek geldik Wall Street'a. Biraz buraları gezdikten sonra Brooklyn Bridge'e gideceğiz. Şəhərlə bağlı təəssüratlarımdan onu deyə bilərəm ki, həqiqətən də hər tərəfi demək olar ki, çox qəşəngdir. Ancaq yəni yaşayış burada nəzərə alınsa, həddən artıq çox bahalıdır. Produktların hamısı çox bahalıdır və şəhər düşünürəm ki, çox səs-küylüdür. Mən yəqin ki, uzun müddət burada yaşamaram diye düşünürəm. Almaniyadan sonra, Almaniya səssizliyini öyrəşdikdən sonra böyük ehtimal ki, çox çətin olar mənə yeniden belə bir yerdə yaşamaq. Bu da məşhur John Wick filmində çəkilən Continental Hotel olaraq bilinən o məşhur bina. New York'da ümumilikdə ilk getdiyimizdə 4 gün vaxtımız var idi. Ondan sonra Miami'ye uçacağıq. Ondan sonra qayıtdığımızda 2 gün daha New York'da vaxtımızı keçirdik. Ancaq oraları vloglamadım. New York'u həqiqətən də bu 4 gün ərzində, yəni qarış-qarış gəzdik demək olar ki, otelə qayıtdığımızda bəzi günlərdə hətta təsəvvür edin 20.000 addım atmış olurduq. Ancaq həqiqətən də görmədiyimiz hələ nə qədər yeri qaldı. Düşünürəm ki, mütləq nə vaxtsa New York'a bir daha qayıdacağam və düşünürəm ki, buna qayıtmağa da dəyər. Və biz nəhayət ki, gəldik Brooklyn Bridge'e çatdıq. Olduqca uzun bir yol gəldik. Yoğunluqda ölürəm. Hava çox istidir, dəhşət. Ancaq düşünürəm ki, buna dəyir.
Buranı da həqiqətən çox bəyəndim. Burada çalışdım ki, ad günüm üçün xüsusi bir video çəkim. Ancaq elə küləkli idi ki, mən şamda götürmüşdüm. Xüsusi balaca bir tort da almışdım. Ancaq təəssüf ki, küləkli olduğu üçün heç bir şəkildə üfürə bilmədim. Ancaq yenə də bu mənzərələri gördüm. Ümumiyyətlə məşhur Brooklyn Bridge-i gördüm. Buna görə də həqiqətən özümü çox şanslı və xoşbəxt hiss edirdim. Ben Brooklyn Bridge'den sonra nihayet Dumbo'ya geldim. Şimdi biraz burada şekil falan çektireceğim. Sonra da yakın helikopter tura gideceğim. Niyə isə çox insan bu körpünü Brooklyn Bridge ilə səhv salır. Əslində burada görsənən isə Manhattan Bridge-dir. Ümumilikdə bu yerin ab-havasını çox bəyəndim. Həm şəkil çəkdirmək üçün çox gözəl bir yerdir, həm də ətrafda çoxlu kafelər, restoranlar var. Yəni həm də istirahət etmək üçün çox gözəl bir məkandır. Nəhayət ki, helikopter turunun vaxtı gəlib çatdı. İndi ümid edirəm ki, uça biləcəyik. Bu helikopter turu mənim həyatımda yaşadığım ən gözəl təcrübələrdən biri idi. Sizə qısaca məlumat vermək istəyirəm. Mən bileti Get Your Guide üzərindən almışdım. Saat 16:00 üçün ümumilikdə 220 evro ödəmişdim. Günün saatından fərqli olaraq, məsələn, xüsusilə də gün batımı zamanı qiymətlər daha artıq olur və öncədən rezervasiya etsəniz çox daha yaxşı olar. Çünki yer bəzən tapmaq olmur. Bundan əlavə də qapının açıq olmağı və qapalı olmağına görə də qiymətlər dəyişilir. Bu zaman uçuş məkanınızda New Jersey-də olur, yəni başqa bir məkandan uçmuş olursunuz. Ve biz aeroportlara artık bugün Miami'ye uçurup yavaş yavaş New York vlogunun sonuna geldik. Miami ile New York'u hikayelerle paylaşacağım. Biz gezməkdə zövq aldıq. Ümid edirəm sizə baxmaqdan zövq alarsınız. Belə, görüşərik gələn vlogda. Hələlik.